Hər birinizi salamlayıram və ümid edirəm ki, çox yaxşısınız və enerjiləriniz qaydasındadır. Bugün mən sizinlə nəyi bilməlisən vacib, nə dəyişilir, nə olacaq, belə bir video istəyirəm çəkmək və bilirsiniz ki, belə mövzularda hansı ki, siz nəyi eşitməlisiniz, bu mövzuların dəstə seçi olmur. Bu mövzularda siz özünüzə aiddirsə videoya axıra qədər baxırsınız və mesajınızı alırsınız. Ona görə də sizin özünüzü tanımağınız üçün signifikasiya hissəsini açacağım. Əgər siz burada özünüzü tapsanız ki, bu səs, yəni bu video daha doğrusu sizinlə bağlıdır. Yəni tarot sizin haqqınızda danışır. O zaman bu videoda sizə aid olacaq. Yox, əgər görsəz ki, video sizə aid deyil, birinci dəstəndə izləyin signifikasiya hissəsini, bir də ikinci dəstə. İki dəstə olacaq zaten. Birinci dəstəndə izləyin, ikinci dəstəndə izləyin. Öncədən dəstə seç olmayacaq. Hansı dəstə seçdə görsəz ki, taleyiniz sizin taleyinizdir, sizin haqqınızda danışırlar, sizin xarakterinizdir və ola bilər hər iki dəstədə sizə uyğunluq olsa, ən çox hansı dəstədə uyğunluq varsa onu seçin. Hətta bir vərəq götürüb yaza bilərsiniz ki, məsələn, burada mən 10 dənə uyğunluq tapdım, burada məsələn 9 dənə uyğunluq tapdım. 10 dənə uyğunluq deməli sizin dəstənizdədir. Belə. Hər iki signifikasiyanı bu kartla eləyəcəm, klassik tarotla, amma baxın fərqli bir kartla olacaq. Xüsusilə də yeni, çox təsirli buxurlarla təmizləmişəm. Kartları və kartların enerjisini yeniləmişəm, enerjilərlə və yeniləyən kimi belə bir hiss gəldi ki, belə bir kart, belə bir video daha doğrusu çəkməliyəm. Kartlar belə bir mesaj göndərdi. İndi birinci kim seçəcəksə, kimi aiddirsə, o adamın özünü mənə göstər. Həmin insanın özünü göstər mənə, o insan özünü tanısın. Bu video kimə aid olacaq? Kimi üçün böyük dəyişikliklər var, kimi üçün kainat böyük dəyişikliklərə çağırır və onu belə deyək də oyadır ki, dəyişikliklərə hazırlan. O adam haqqında istəyirəm mən mesaj alam. Kimə aiddir video? Baxın, ola bilər ki, bilirsiniz ki, mən hər zaman necə hiss edirəmsə, yəni nə görürəmsə, bunu deyirəm. Ola bilər ki, həyatınızda, zamanında qalib gələ bilmək üçün, baxın, qalib gələ bilmək üçün nəyisə səhv elədiniz. Məsələn, necə bir səhvdən söhbət gedir? Tutaq ki, bir düşməniniz var idi və bu adam sizə davamlı pisliklər eləyirdi və davamlı sizi incidirdi, davamlı sizi yolunuzu bağlayırdı, belə deyərlər. Və siz hər dəfəsində nəyəsə başlayanda, nəyəsə ümid eləyəndə bu adam sizin yolunuzu, belə deyir, kəsirdi. Və hər dəfəsində sanki siz artıq bundan bezdiniz və ola bilər ki, siz də ona qarşılıq verdiniz. Məsələn, hardasa siz də onunla bağlı əlinizə fürsət düşəndə, belə deyək də, onunla bağlı siz də nəsə elədiniz ki, ondan intiqam alasınız. Və xüsusilə də kimlərə aiddir? Hal-hazırda da bir münaqişənin və böyük bir riyakarlığın içərisində olan kimlərdirsə, yəni ki, bu dəqiqə üçün hərəkət eləyə bilmirsiniz və hər dəfə irəliyə gedəndə qarşılıqlı olaraq düşmənçiliyi apardığınız insanlar sizə mane olurlar. Və sizin üçün siz elə bir insansınız ki, hal-hazırda sadəcə və sadəcə istəyirsiniz ki, irəliyə gedəsiniz, sadəcə uğur qazanasınız, yüksələsiniz, parlayasınız, belə bir işıq saçasınız. Xüsusilə də daha çox mən burada hiss eləyirəm hansı insanların ki, kişi enerjisi daha üstündür. Yəni, bu nə deməkdir? Bircə dəqiqə. Pəncərəni bağladım ki, səs yaxşı olsun, yaxşı eşidəsiniz məni. Baxın, hal-hazırda bu dəqiqə üçün, nə üçün dedim ki, mən kişi enerjisi daha üstündür? Çünki sizdə belə bir şey var. Mən eləyərəm, mən bacararam, mən gedərəm, mən irəliləyərəm, mən əldə eləyərəm. Elə bil ki, sadəcə və sadəcə mənlə hərəkət edən bir insan varsınız. Yəni ki, sizin həyatınız belə bundan ibarətdir. Nəyisə qərar vermək, hərəkətə keçmək, irəliləmək, özünü göstərmək, sanki içinizdə özünü sübut eləmək istəyən ruhlar daha çoxdur. Ola bilər uşaq vaxtında valideynləriniz sizə inamsızlıq eləyib.
Ola bilər ki, uşaqlığınızda valideynləriniz sizə deyib ki, sən axmaqsan, sənin başın çatmır, səndən heç nə olası deyil, sən hara filan və siz həyatınızda belə bir qərar verdiniz ki, mən bundan sonra ancaq dayanmadan irəliyə gedəcəm. Ancaq inkişaf eləyəcəm. İşimdə, gücümdə belə aqressiv şəkildə irəliləyirsiniz. Aydındırmı? Yəni buradakı aqressiya biz nədən gəlir? Yəni bəzi insanlar rahatdır məsəl üçün. Siz gedib bir işə başlayır, rahat, belə keyflə damaq. Amma sizdə yox, sizdə hirs var. Hirslə başlayırsınız. Bunu da eləyəcəm, onu da eləyəcəm bu. Və hal-hazırda deyir ki, məhz bu enerjidən başladığınıza görə, mən ona görə hər zaman Instagram kanalımda da deyirəm ki, mütləq şəkildə siz uşaqlığınızda sizə verilən proqramlardan təmizlənməlisiniz. Çünki əgər siz əsəblə, aqressiya ilə, nifrətlə içinizdə varsa uşaqlığınızda, bununla işlərə başlayanda sonunda yenə də, baxın, görürsünüz sonu necədir. Bir günəş, bir araba kartı. Nə qədər deyir uğurlusansa da, nə qədər səndən danışırlarsa da, nə qədər parlanmısansa, bəlkə kimlərinizə artıq öz maşını var. Bəlkə kimlərsə artıq bir şeylər əldə eləyib hətta. Bəlkə kimlərsə artıq nəyisə, nəsə artıq onun həyatında qaydasındadır. Bəlkə də kimlərsə burada tanınmış adamlardır. Hətta tanınmış insansınız. Baxın, ola bilər ki, siz artıq bir şeylər əldə eləmişsiniz. Yəni ki, sizi bəlkə də artıq 3 adam tanımırsa da bir 10 adam tanıyır. 3 adamdan aşağısınızsa bir 10 adamdan yuxarısınız. Burada deyil problem. Amma sizin içinizdəki hərəkət verici qüvvəniz bilirsiniz nədir? Mən bacararam, mən eləyərəm, sübut eləyərəm. Və o qədər sizi yorub ki. Və siz hal-hazırda ola bilər ki, bax bu cür bir enerjidəsiniz. Yəni ki, üzgünəm, kədərliyəm, nə istəsəm də eləyə bilmirəm, nə istəsəm bacarmıram, daha pis ola bilər, önümü görə bilmirəm, yüklərim çoxdur. Ola bilər ki, məsəl üçün, siz tanınmış bir adam deyilsiniz, amma xaraktercə belə bir adamsınız. Davamlı kiməsə nəsə sübut eləməyə çalışırsınız. Mən sübut eləyəcəm ki, səndən daha yaxşı. Mən sübut eləyəcəm ki, səndən daha ağıllıyım. İndi sizin valideynlərinizin sizə elədiyi yükləri, yəni sizə elə bir uşaqlıqda yüklər qoyublar da, sən bacarmazsan dedikcə sizə yükləyiblər. Səndən olmayacaq deyəndə sizi yükləyiblər. İndi də siz ətrafınıza belə bir münasibət göstərirsiniz ki, mən sübut eləyəcəm ki, bunu da eləyərəm, mən onu da eləyərəm. Və ən yaxşısı olmağa çalışanda, mükəmməlliyətçi olmağa çalışdığınız anda, sanki yollarınıza daha çox ağırlıq, yəni ola bilər ki, bax məsəl üçün tamamilə adi bir insansınız və həyatınızda belə bir enerji var ki, tutaq ki, ətrafınızdakı hər kəsə sübut eləmək istəyirsiniz ki, sizdən yoxdur və siz hər şeyi bacararsınız və o qədər bunun üçün nələrsə eləmişsiniz ki, maddi və mənəvi olaraq. İndi hal-hazırda yükün altında və borcun altında əzilirsiniz. Bu da ola bilər. Yəni ona görə də əzizlərim, hal-hazırda elə bir insanlar var ki, onlar hər işə, indiki işlərində onların rəqabət var, problemlər var, aqressiv durumlar var, biriləri onun arxasından iş çevirir və indiki dönəmdə ola bilər ki, məsəl üçün, elə bir situasiya yaranıb ki, siz irəliyə bilmirsiniz ümumiyyətlə. Xüsusilə də ola bilər düşmənləriniz sizə elə bir situasiya yaradıb ki, niyə görə mən böyük adamlar var dedim. Çünki burada elə şeylər var ki, onlar sizin düşmənləriniz eləyib konkret olaraq. Və elə bir durum yaradıblar ki, siz hərəkətsiz qoyublar sizi. Yəni sizi hər tərəfdən bağlayıblar sanki və siz cəhd eləyib irəliyə gedə bilmirsiniz. Və bu durumda da sizin potensialınızı göstərə bilmirsiniz. Çünki çox potensiallı insanlarsınız. Büyücü kartı, araba və günəş kartı. 3 dənə böyük arkan gəldi. Sonsuz bir enerji gücə sahibsiniz və sizi heç nə ilə yolunuzdan eləmək mümkün deyil. Yəni siz bugünə qədər ancaq özünüzə güvənmisiniz, heç kəs sizin arxanızda dayanmayıb, heç kəs sizə belə deyək də o deyirlər daydaylıq eləməyib və siz ancaq öz ağlınızın gücünə getmisiniz. Çünki niyə? Çünki siz həqiqətən də ağıllı insansınız. Yəni istedadlı olduğunuza şübhə yoxdur. Büyücü kartı zaten deyir ki, lazım olsa duyğu, lazım olsa pul, lazım olsa cəsarət, lazım olsa ağıl, hamısı sizin əlinizdə olubdur. Yəni siz bunlardan hamısını sanki əlinizdə almısınız. İdarədə eləmirsiniz. İdarə edici şəxslər də var. Çünki niyəsə görə bu video məncə idarə edəcək, xüsusilə o insanların önünə çıxacaq. Və deyir ki, sən irəliyə də getmisən və elə bir uğur qazanmısan ki, məsəl üçün, artıq səni bir zirvə olaraq insanlar görüblər və qəbul ediblər. Amma bu dəqiqə səni elə bir tələ qurublar ki, sən hərəkət eləyə bilmirsən və sanki beləsən, bu tərəfə getsəm düşmənlərin var, bu tərəfə getsəm yüklərin var və sənə yüklər qoyublar.
və sənə çoxlu öhdəliklər veriblər sanki. Və sən bu öhdəlikləri özün də bilmədən götürmüsən və öhdəliklərin altında əzilirsən. Yəni belə deyək, geriyə qayıda bilməzsən və nəyisə düzəldə bilmirsən. Çünki arxanda çox güclü rəqabət var. Arxandan işlər gedir. Qabağa gedə bilmirsən çünki o qədər çox yüklərin var ki, onların indi öhdəsindən gəlmək lazımdır. Bunu da bacarmırsan. Aydın oldu mu? Sonra gəlirəm, baxaq görə başqa kimlərə aiddir. Başqa kimlərə aiddir. Bu videoda, bu dəstədə başqa kimlər öz mesajını almalıdır. Deyir ki, hal-hazırki dönəmdə sakit bir şəkildə, daha çox neyəsə görə bəylərin enerjisində daha çox belə hiss eləyirəm. Ola bilər ki, deyir, bu dəqiqə sən çox sakit bir pozisiyada dayanmısan və ola bilər bəzilərinizin həyatında yeni bir münasibət var, yeni bir münasibətə başlamışsınız kimlərsə, təzə tanış olduğu bir münasibət var, heç kəs elə bilmir. Təzə tanış olmusunuz, heç kəsə göstərmir, heç kəsə bilmir. Və bu dəqiqə üçün necəsiz desəm, biraz aqressivsiz, biraz da yetərsiz hiss edirsiniz. Yəni ki, bir şans gülsə üzümə, bir şey baş versə və desəm ki, bu şansın mənə verdiyi fürsətdir. Bax, belə bir enerji var. Və sanki siz deyirsiniz ki, nə qədər mən sakit dayanıb səbirlə gözləyəcəm. Müdrik insansınız, gözləməyi də bacarırsınız, səbirlisiniz, çox səbirlisiniz. Amma hal-hazırda deyirsiniz ki, mən nə qədər səbir eləyəcəm. Yəni, nə vaxt mən görəcəm ki, talih mənim üzümə də gülür. Bunu gözləyirsiniz. Biraz hirslisiniz. Bəziləriniz ikili münasibətlərdə bəzi problemləri yaşayırsınız. Halbuki ki, onlarla təzə tanış olmusunuz. Yeni münasibətiniz var. Birilərindən xoşunuz gəlir, amma xoşunuz gəlsə də onlarla problem yaşayırsınız. Daha sonra burada nə var? Maddi olaraq çətinliklər yaşayanlar var. Maddi olaraq problemlər yaşayanlar var. Öz gücünü sanki bəlkə hansısa bir kişi ilə münasibətlər pozulub, hər ikiniz yüksək vəzifəli şəxslərsiniz. Deyirəm də, buradakı adamlar konkret olaraq nəsə böyle sahiblə, nəyinsə sahibidir, iş adamlarıdır. Belə bir enerji var burada. Ola bilər kiminləsə münasibətlər çox yaxşı deyil və siz hal-hazırda maddi dəngələri sağlamağa çalışırsınız, maddi düzəltməyə çalışırsınız. Ola bilər ki, bir hal-hazırda tükənmiş bir enerjidəsiniz, hətta deyərdim ki, belə deyək də, yorulğun, artıq heç nədən ləzzət almayan, artıq belə deyək də, bu arada kənardan səslər gəlir, üzülü sayın. Çünki mən o səslərin kəsilməyini gözləsəm, gərəksə video çəkə bilməyim. Çünki o səslər davamlı var və yeni binalarda yaşayanlar bilir bunu. Ona görə də üzülü sayın. Belə. Deməli, burada deyir ki, məsələ budur ki, siz hal-hazırda burada kimə aiddirsə, mübarizə aparmaqdan da bayağı bir yorğun insanlarsınız. Çünki mübarizə, itki, dava, aqressiya, artıq tükənmişsiniz və artıq deyirsiniz ki, istəmirəm. Heç nə istəmirəm, yorulmuşam, yüksəlmək də istəmirəm bu dəqiqə üçün, bu enerjidə, yəni bu dəqiqə üçün istəmədiyinizi və sadəcə sakitlik istəyirsiniz. Və həyatınızda hal-hazırda ola bilər sizdən yön göstərən bir qadın var. Ola bilər ki, bir qadınla məşvərət edirsiniz özünüzə bağlı. Bu qadın çox enerjili və ağıllı bir qadındır. Ola bilər həyat yoldaşınızdır, ola bilər ki, ananızdır, ola bilər qadın özünüzsüz və sizin bu padruqanızdır. Amma bir qadından sanki məsləhətlər eləyirsiniz, xüsusilə işlə bağlı. Fikirləşirsiniz ki, o qadın sizə deyir ki, bax belə elə, bu cür davran, bu cür hərəkət elə. Və bu durumda sanki siz ədalətli olanı gözləyirsiniz ki, nə vaxt ədalət olacaq və mən qalib gələcəm. Bax belə. Məncə birinci dəstə üçün artıq ölümlə gəldi, deyir, bitir və yenidən başla, yəni başlayacaq. İndi artıq sizi nə gözləyir ona baxmağa. Ola bilər ki, ümumiyyətlə sizin üçün, bəziləriniz üçün torpaq enerjisi olaq boğaqız, bəzilərinizə qoç oxatan bir qadının enerji dəstəyi ola bilər sizin üçün olsun. İndi gəlirəm. Bu enerjilər kimə aid idisə, bütün bu dediklərim hansı kimlərə aid idisə, onları yaxın zamanda nə gözləyir?
yaxın zaman içərisində onları nə gözləyir? Kimə aid idisə, bütün bu dediklərim kiminlə idisə, bu enerjilər kimə aid idisə, onları nə gözləyir? Ola bilər ki, yaxın bir zaman içərisində, bir həftə, bir gün, hətta ayın 1-i, 11-i, 21-ində sanki belə deyəcəksiniz, tapdım, yolunu tapdım. Necə hərəkət eləyəcəm? Bunu tapdım. Niyə görə? Çünki sizin o dediyim müdrikliyiniz var idi, sizin o səbriniz var idi. Həmin bu müdrikliyinizin və səbrinizin mükafatı olaraq. Və sanki yanınızda da bir bəy sizə deyəcək, belə, bu cür rəftar elə, bu formada. Çünki kimlərsə burada Allaha da bağlısınız, bəlkə də namaz qılırsınız, bəlkə də dualar çox eləyirsiniz. Amma deyəcəksiniz, tapdım. İlahi kanaldan sanki sizə bir mesaj gələcək. Bunu, bu məsələni mən necə həll edə bilərəm? Bunu necə düzəldə bilərəm? Nəyi dəyişməliyəm? Nəyi düzəltməliyəm? Bunu tapdım. Daha sonra xüsusilə də kim sizi sıxışdırırsa, baxın, kim sizi sıxışdırırsa, görürsünüz kartı. Kim sizi burada əzirsə, kim sizi... Burada 2 dənə forma var, bunu da deyim. Kimlərdə ki, bu travma başlayıb valideynlərdə, bayaqlar dedim, valideynlər sizi bu cür yetişdirir və siz məcbur olmuşsunuz belə olmağa. Kimlər ki, bunu valideyndən öyrənib, bəlkə müəyyən bir seans və yaxud da psixoloji dəstəklə valideynlərlə bağlı olan bu travmanı bir dəfəlik atlatacaqlar və bundan keçəcəklər. Kimlərsə bu durumda gedəcək psixoloqa ki, mən niyə bu duruma düşmüşəm və ya da enerji seansında bunu keçirəcəklər. Kimlərdə isə olacaq ki, belə. Kim ki sizi sıxışdırır, kim ki sizi hal-hazırda, belə deyək də, zəif vəziyyətə salır, kim ki sizi qolunuzu, belə əllərinizi, qollarınızı bağlayır və sizə imkan vermir hərəkət eləməyə, həmin onlarla üzləşib, qurtulub yön dəyişəcəksiniz. Yəni, onlardan sanki bir qopmağınız mı deyim, üzləşməyiniz olur. Görürsünüz, burada şeytan işlərlə məşğul olanlar cəhənnəmdə yanırlar, görürsünüz. Burada da təmiz ruhlar göyə qalxır ilahanın nuruna. Yəni, sanki sizin üçün bir dəyişiklik elə bir şey olacaq ki, sanki qaranlıq aşağıda pozitiv olan, ağ olan, haqlı olan ilahi yaradana təslim ediləcək ruhlar. Yəni, burada böyük bir olur, qiyamət sanki qopacaq və cəzalar cəzasını alacaq, haqlılar yuxarı ilahi yaradana sanki. Bax, belə bir enerji sizi gözləyir. Və ola bilər ki, sizin görüşünüz olacaq, kimləsə xoş bir görüşünüz olacaq. Əgər münasibətlərlə bağlı da ola bilər bir münasibətin təzələnməsi, düzəlməsi, bayaqları çünki belə bir şey var idi, kimlərdəsə münasibətdə problem var, öz ailəsi sevdiyi insanlarla və s. Onlarda da bir düzəlmə olacaq. Və burada başlayan və mir kartı gəlir. Bu nə deməkdir? Bir dağıntı və azad olma. Yəni, xüsusilə almalı olduğunuz mesaj budur. Baxın, görürsünüz necə yanır hər şey. Var olan durumun tamamilə dağılması. Düşünmədiyiniz bir şəkildə, gözləmədiyiniz bir şəkildə, çünki başlayan hər zaman anidən olur, gözlənilməz şəkildə olur və hər şeyi yerlə yeksan eləyən bir dəyişiklikdir. Və bu dəyişiklik mir kartı, sərhədsizlik gətirəcək sizə. Sərhədsizlik siz nədir? Belə deyək də, vəhşizliyin daha pozitiv bir forması. Yəni, sanki rahat olursan. Uşaq necə olur? Qayğısız, dərdsiz, tasasız, gərginlik olmadan. Uşaqlar necə olurlar? Tamamilə rahat, heç nə onlar üçün o qədər qorxulu deyil. Artıq sizin bu cür uşaq kimi hiss eləyəcəksiniz özünüzü. Və ola bilər ki, yanınızda da, yenə deyirəm, burada iş həyatında və yaxud da sizə dəstək olan, sizinlə bu yolda irəliləyən bir xanım da olacaq. Həmin xanım sanki sizə nəsə yol göstərəcək ki, bu belə eləmək lazımdır, belə eləmək lazımdır. Hissiyatlı və yardımsevər bir xanımdır, intuisiyası güclü bir xanımdır və çox o insan yardım edir. Onsuz da hər kəsə yardım edir, sanki sizin də qabağınıza çıxacaq və sizə də kömək eləyəcək. Başqa nə gözləyir? Kartlar bağladı. Sənin davam eləməyək. Yox, davam elə. Baxaq görək. Yeni bir başlanğıc var. Tamamilə yenidən öz gücü hesabına olan bir başlanğıcdır. Baxın, zənginlik gətirən başlanğıcdır. Və sanki hər kəs burada sizin nə istədiyinizi artıq anlayır. Və
belə deyək də, sizin üçün yeni başlanğıc biraz ola bilər ki, belə deyək də, biri var ki, bir şey başlayanda tamamilə biləsən ki, nə yolda gedirsən, yolda səni nə gözləyir. Hər şey aydındır, açıqdır, 2 vur 2 başlayırsan. Biri də var sizin üçün bu yol biraz deyir ki, baxın belə bir şey ola bilər. Nəyisə vurub kəsməli, doğramalı, qırmalı. Qarşınıza heç nə dayanmayacaq da. Yəni artıq siz bu məsələ sizə nə gətirəcək? Səbr eləmək falan yoxdur. Kiməsə uyumaq yoxdur, yəni kimisə nazdan oynamaq yoxdur. Rahat şəkildə irəlilə, qabağa get. Bax belə bir şey. Daha sonra bir qadın burada göstərir ki, sizin həyatınızla sizi sakitləşdirəcək. Burada həyatınızda olan insan sizin ətrafınızdakı xanımlardan xüsusilə sakitləşdirəcək, rahatlaşdıracaq. Valideyniniz ola bilər, podruqanız ola bilər, həyat yoldaşınız ola bilər, hər kiminsə. Sizi sanki yol, belə deyək də, müəyyən bir yol üstünə qoyacaq və sizin üçün bu dönəm transformasiya dönəmi olacaq, dəyişim dönəmi olacaq. Kimlərdəsə ki, elə siz necə bir şey olacaq? Ola bilər dostlarınız, əsl dostlarınızı tanıyacaqsınız. Ola bilər ki, bir çoxlarınızda bütün bu durumdan sonra bir xeyirli bir yığıncaq ola bilər keçirdəcəksiniz. Dostlarınızı və sevdiklərinizi bir araya toplayacaqsınız. Sevinəcəksiniz yəni. Başqa nə gözləyir? Bizə deyir. Ailə içi də xoşbəxtliklər artıq tam rahatdır, tətilə gedənlər olacaq. Ondan sonra ola bilər ki, bir dəqiqə, burada başqa bir məsələ də var. Deyir ki, ola bilər səndə bu durumun belə bir şey ola bilər ki, ailəndə sən öz ailəvin gedəndə bütün bu yorğunluq səndə o qədər ola bilər ki, sən öz ailənlə bağlı evə gedəndə çox sakit qala bilərsən. Yəni ki, belə deyək də, vaxt ayırmaya bilərsən öz sevdiklərinə, öz həyatında olan qadına və ya kişiyə. Belə eləmək lazım deyil. Belə eləmək lazım deyil. İş birliklərinə davam elə, sevdiyin insanlarla davam elə, münasibətləri yüksək yaxşı vəziyyətdə tut. Sadəcə burada cavab gəldi. Burada daxili qorxularınız sizi çox aşağıya aparır. Baxın, burada görürsünüz necə gəldi. Şeytan və Devyatka meçeyi nə deməkdir? Güzgüyə baxır, öz gördüyü şeydən qorxur. Yəni, ola bilər öz qaranlıq tərəfinizi qəbul edə bilmirsiniz. Baxın, öz qaranlıq tərəfləriniz sizə aid olan bir şey, sizindir. Və siz onları deyəndə ki, mən bunu olmamalıyam, mən yaxşı oğlan olmalıyam və ya yaxşı qız olmalıyam. Siz hər dəfəsində həmin tərəfinizə sınanırsınız. Baxın, bunu sadə bir şəkildə deyəcəm. Ola bilər siz qısqanc bir insansınız və yaxud da ola bilər siz pulu çox sevən insansınız. Ola bilər ki, siz pulla daha belə deyək də ego gəlir sizə. Ola bilər, düzdürmü? Və siz bunu uşaqlıqdan eşitmişsiniz də, bunu eləmək olmaz, bu olmaz, bu. Və siz deyirsiniz ki, yo, mən elə biri deyiləm. Amma daxilinizdə var axı o ruh. Ona görə qarşınıza belə insanlar çıxır. Qudurğan, özündən razı, sizi incidən, paxıl, qısqanc. Niyə görə? Çünki sən özünü qəbul eləmirsən ki, sənin içində bu var. Ona görə də gözünü yum, bax, elə indi. Həmin o qorxulu bütün tərəfləri götür gözünün qabağına. Qısqanc tərəfində var, paxıl tərəfində var, dedikodu eləyən tərəfində var, yalancı olan tərəfində, hamıda bu var. Məndə də var, səndə də var, hamıda var. Yəni, insan əgər olmasaydı, mələk olardı zaten, düzdürmü? Bütün bu tərəflərini götür və qucaqla sanki olar. Deyən, hamınızı birdən qəbul edirəm. Çünki sən onu qəbul eləmədikcə güzgüdə, özünə baxanda, gizlətdikcə, niyə gizlədirik biz onu? Çünki hələ də bizim 50 yaşımızda olsa istəyirik ki, mamamızın yaxşı oğlu və ya yaxşı qızı olaq. Ona görə də biz çalışırıq, onlar bizi təsdiqləsinlər. Ona görə də biz çalışırıq ki, öz pis tərəflərimizi gizlədək. Burada deyir ki, sənin qaranlıq düşüncələrin, qorxuduğun tərəflərin o qədər səni alıb ki, öz ağuşuna. Və sən hal-hazırda həmin tərəflərdən qorxduqca, qaçdıqca onlarla üzləşirsən. Və həyatında ona görə, bax ona görə də, bax görürsünüz necədir? Həmin o diavol və qorxduğun tərəflərin, özündən qorxduğun o tərəflərin sənin qarşına, bax sənin əlivi qolvu bağlayan bir insan olaraq çıxır. Sən azad olmaq istəyirsən. Hər dəfəsində sən azad olmaq istəyəndə, nəsə eləmək istəyəndə, nəyisə düzəltmək istəyəndə biriləri tap gəlirsən, əllərini bağlayır ki, dayan, hara gedirsən, olmaz. Əslində problem sənin deyir daxili aynandadır.
və bu dəqiqə deyirsən sadəcə gözləmə mövqeyində qalmısan. Əlində açar var, fikirlərin var, xəyalların var, proyektlərin var, düşüncələrin var, nə istəyirsənsə artıq. Əlində də bir dənə açar var, bilirsən, amma görürsən şikəst ola, bilmir necə hərəkət eləsin. Və ona görə də deyir, Luna kartı, qaranlığın izində boğulursan. Biraz biraz dəyişiklik mütləqdir, sizdə lazımdır düşüncələrinizdə. Hər hansı inanclarınız ola bilər, bəlkə də sizin inancınız var, hansısa bir inanc sizi. Və deyir, əgər sən bu qaranlığı keçə bilsən, Fortuna sənin üçün dönəcək. Yəni uğur sənin üçün dönəcək və imperatriça bolluq, bərəkət və xarici ölkələrə getmək, işlər. Baxın görürsüz, oğlan həmin yolun bu bir tərəfində kimlərləsə görüşəcək və nəsə eləyəcəklər onlar. Böyük işlərə imza atacaqlar. Aydın oldu mu? Və onlar baxın, gedir onlara çatır və bir ev tikirlər və 3 nəfər və onlar nəsə tikirlər və sevinirlər ki, bax biz bunu bacardıq. Bax biz bunu əldə elədik, biz bunu həyata keçirdik. Deməli sizə nə lazımdır? Mütləq şəkildə bir şuuraltınızla işləmək. Şuuraltınızla işləmək, həyatınızda sədaqətə önəm vermək, həyatınızda seçimlərinizi doğru eləmək, özünü, yəni belə deyək də, baxın, görün daxilinizdə qorxduğunuz nələr var. Nədən ən çox qorxursunuzsa, nə olmaqdan, kim olmaqdan qorxursunuz? Baxın, ən birinci bu sual verin. Mən kim olmaqdan qorxuram? Hansı tərəfimi görməkdən qorxuram? Bax, həmin tərəfləri mütləq şəkildə qəbul edin. Bu baxım daha çox sanki bəylərə aid oldu, elə hiss elədim enerji olaraq. Amma xanımlar da ola bilsin ki, çözə, hal-hazırda bu həyatı yaşayanlar var. Ona görə də hər kimə aid oldusa, uğurlu və xeyirli olsun. Keçirəm ikinci dəstə. Daha doğrusu ikinci signifikasiya. İkinci signifikasiya kimə aid olacaq, kimlər olacaq, onları mənə göstər. İkincidə, burada indi kimə aid olacaq. Kimləri xüsusilə böyük dəyişikliklər gözləyir, kimlər üçün yeni bir olay var, hadisə var. Onlara aid olsun, göstər. Burada kimsə, buradakı artıq bir növ xanımlardır. Burada xanımlar da ola bilsin, başqa bir xanım var, onunla münasibətlərinizdə müəyyən problemlər var. Ola bilər ki, hal-hazırda. Burada belə deyək də, münasibətlər necədir? Ola bilər kimsə qaynanası, kimsə anası, kimsə yaxın bir insanla danışmır və küsüb, bütün gün onu fikirləşir, onunla danışmaq istəyir, amma danışa bilmir. Və nəsə aranızdan belə qara pişiklər keçib. Hal-hazırda yeni başlanğıcda nəsə bir şeylər eləmək istəyirsiniz və nəsə sübut eləməyə çalışırsınız ki, düz eləyirsiniz, düz yoldasınız. Amma sanki tam olaraq bacara bilmirsiniz və qorxular sizi, bədəninizi sanki əhatə edib, sanki bilmirsiniz ki, bu durumdan necə çıxasınız və sadəcə sakit qalmısınız. Və indi bir dəqiqə istəyirsiniz nəsə eləmək, indiyə kimi eləmədiyiniz bir şeyləri eləmək. Tamamlamalı olduğunuz işləriniz var, vacib məsələlər var, onları düzəltməlisiniz. Amma belə deyirsiniz ki, mən elədiyimi elədim, özü bilər. Bax, belə bir enerjidəsiniz, özü bilər. Kimlərləsə əngəlləmiş ola bilərsiniz, təzəlicə savaşmış ola bilərsiniz, kimlərsə sizi bloklamış ola bilər, siz kimsə blok atmış ola bilərsiniz. Bir sevdiyiniz birindən cavab gözləyirsiniz ola bilər və sakit dayanmışsınız sadəcə. Sakit dayanmışsınız, heç nə eləmirsiniz, sadəcə onun özündən xəbər gözləyirsiniz ki, nə olacaq. Daha sonra burada ola bilər ki, nəsə iş qurmaq istəyirsiniz, nəsə fikriniz var, onu eləmək istəyirsiniz. Nəsə əvvəllər eləmişsiniz, yarımçıq qalıb, nəsə bir şeylər, yəni özünüzü göstərmək istəyirsiniz sanki. Ki, mən bu dəfə bunu elədim, bu dəfə bunu bacardım, nəsə var fikrinizdə, planınız var. Başqa kimlərə aiddir, özünü tanısın, həmin insanın özünü göstər ki, həmin insan özünü tanısın, bilsin ki, söhbət ondan gelir. Göstər o insanı. Ola bilər ki, burada kimlərsə ayrılıb, sonradan barışmış adamlar da var burada. Qəlbi qırılmış və sonradan təzədən toparlanıb, təzə indi münasibəti qaydasına qoymağa çalışan insanlar da var. Ola bilər ki, kimlərsə
hal-hazırda və yaxud da barışmasa belə belə bir durum ola bilər. Kimlərdəsə ayrılıq olub, boşanma olub və yaxud da nəsə küslük olub, bir-birindən qəlblər ayrılıb, başqa-başqa yerlərə gediblər. Hal-hazırda həmin insan yenə də sizdən əl çəkmir, mübarizə aparır və sanki sizi tutub saxlamağa çalışır və yaxud da siz özünüz hal-hazırda kiməsə əsəbisiniz ümumiyyətlə ki, mən niyə bunu yaşamalıydım, sən mənə bunu niyə yaşatmalıydın? Belə bir enerjilər var burada, başqa kimə aiddir? Təzə bir dağıntıdan çıxmısınız, nəsə təzə dağılıb həyatınızda, təzə bir şeyləri bitirmişsiniz və bitirmişsiniz deyəndə bu sizi pis mi təsir edib deməzdim. Çünki imperatriça və güc o qədər gözəl düşey enerjiniz var ki, o qədər yüksək bir enerjiyə sahibsiniz ki, o qədər istədiyinizi əldə edə biləcək potensialdasınız ki, o qədər qadınlıq enerjiniz yüksəkdir ki burada və rahat bir şəkildə həyatınızı düzənə sala bilirsiniz, çox ədalətlisiniz, hər kəsin haqqını verirsiniz, irəliləyirsiniz davamlı və ola bilər ki, deyərdim ki, çoxunuzda belədir, evlisiniz, həyatınızda zaten bir insan var, ola bilər ki, kimsə əlavə də var idi, o adamı çıxartmışsınız həyatınızdan, bu da var burada, bu arada bunu da deyim, kimsə olub kimsə həyatında, onu çıxardıb həyatından və həmin adamla əsəbidir, o adam da yaxından buraxmır, öz ailəsi iləndir. Və kimsə burada uzaq məsafə yollardadır, kimlərsə gedir, gəlir, ölkədən çıxır, qayıdır, şəhərə, yəni belə deyədim, xoşbəxt ailəsi olanlar da burada. Yəni hal-hazırda xoşbəxt ailəm varmı? Hə, xoşbəxt ailəm var. İndi xoşbəxtəmmi? Xoşbəxtəm. İndi rahatammı? Rahatam. Sanki biraz kimlərləsə münasibətlər bitibdir. Dağılıb da yəni birdən-birə gözləməz. Amma o adamların sizin üzərinizdə fikri zikri var. Elə bil siz onu unutmusunuz, amma onlar deyir ki, yox, mən hara unuduram. Mən hələ də sənin nifrətin var, hələ də sənin qarşı bitməyən aqressiyan var və o insanlar hələ də elə bil ki, fikirləri, düşüncələri sizin üzərinizdədir və siz də biraz belə deyirsiniz ki, görəsən nəsə eləyərlər, görəsən yəni bəlkə də heç düşünmədiyiniz insanlardır, amma elə bir siz də hiss edirsiniz ki, kimsə var arxa planda. Elə bir ki, hələ də sizdən uğraşırlar türklər demişkən. Yəni qısacası burada olan xanımlar özgüvənli, öz cəsarətli, özünü sevən, özünə dəyər verən, qadınlıq enerjiləri yüksək, həyatlarında zaten biri var, evlidirlər, çoxunuzda evlilik var. Ola bilər ki, hamiləliyə hazırlaşırsınız və ya uşaqlarınız var, ailəlisiniz, bəylər ola bilər, ailəli bəylərdir. Evi olan, ailəsi olan bəylərdə imkanı yaxşıdır, imkanınızın zəif olduğunu deyə bilmərəm. Burada tılsım onlusu var. Ola bilər ki, bəylər həyatınızda sizin üçün iş qurduğunuz biriləri ilə yollarınız ayrılıbdır. Bir bəylə, əgər xanımsızsa, ərinizdən başqa ola bilər kimsə var idi və onunla yollarınız ayrılıbdır. Və indi belə deyək, bir qadınla da müəyyən bir problemlər yaşayırsınız və son bir 3 kart da ver, bu adam təmiz özünü dəqiq tanısın, desin ki, 100% mənə. İşləyirsiniz hal-hazırda. Nəsə iş görürsünüz. İş görürsünüz, idarə edirsiniz, göstəriş verirsiniz, ağıl öyrədirsiniz. Sən bunu elə, sən belə davran. Və yaxud da işləyirsiniz, müdürünüz qadındır. Sanki belə deyək də, elə bir sərt bir mühitdəsiz, özünüz ya da sərtsiz, belə sadəcə göstərirsiniz, sən bunu elə, sən belə davran, sən bu cür davran. İçinizdə belə bir idarə edici güc var. Hal-hazırki dönəmdə ümumiyyətlə deyərdim ki, sizə, ancaq işinizlə məşğulsünüz. İşim, idarə edəcəyim insanlar, maddiyyatım, maddi gücüm, gözlədiyim fürsətlər, təkliflər, bax belə, sadəcə bu dəqiqə iş fikirləşirsiniz, başlamaq istəyirsiniz nəyəsə, sadəcə biraz hələ qorxularınız var, bilirsiniz ki, nəyə başlasanız uğur sizinlə olacaq, belə. Fikriniz sadəcə bir kişi hələ də var, başqa biri də var burada, deyir ki, onu da düşünürsən, hərdən birdən amma bunu saxlayırsan içində, çünki o adam çox yalancıydı və sən düşünürsən ki, o yalancıdansa yanımdakı kişi daha yaxşıdır. Nə dərəcədə ədalətlisiniz, bu biraz şübhəlidir. Amma indi mən belə bir şeylər gördüm və ona görə də zaten belə açılımlar konkret olaraq kimlərəsə aid olur, yəni hər kəsə aid olmur. Ona görə sizə aid deyilsə,
əsəbləşmə. Deməli, hələ ki aid deyil. Tamam, bütün bu enerjilər sizə aiddirsə, bütün bu enerjilərdə özünüzü tapdınızsa, bütün bu enerjilərdə tamamilə özünüzlə bağlı gerçəkləri gördünüzsə, enerjiniz bura uyğunlaşdısa, dedinizsə ki, okey, bu hamısı mənə aiddir. Həqiqətən mən evliyəm, həqiqətən mən işimdə gücümdəyəm, həqiqətən mən idarə eləmək istəyirəm, həqiqətən mənim potensialım var. Həqiqətən mənim ola bilər anamla, qaynanamla, bacımla, nə bilim bir dostumla problemlərim var. Bu dediklərim mənə aiddir həqiqətən də və o zaman videonun qalanını izlə. Bütün bunlar sənə aiddirsə, səni nə gözləyir? Baxaq. Deyir ki, maraqlıdır, bir dəqiqə. Birinci növbədə üzərinizdə negativ enerji var, baxın. Biri işləyir üzərinizdə. Yəni, biri sizin üzərinizdə işləyir və yaxud da ki, nəsə qaranlıq bir enerji var üzərinizdə. Və yaxud da kiməsə tarot baxdırmışsınızsa, ağırlıq var üzərinizdə. Və yaxud da kimsə özü tarot baxırsa, yenə ağırlıq var üzərində. Yəni, bir ağır enerji var, basırsa, sanki siz özünüzü yaxşı istəmişsiniz. Ümumiyyətlə deyərdim ki, ruhunuzda narahatlıq var. Görürsünüz bu qızın gözlərini. Əgər bir içinə nəsə girir, onu da narahat edir. Yəni, sizi narahat edən enerji var hal-hazırda. Yəni, sizi də o qaranlığa aparır zaman-zaman. Biraz çarəsizlik də var. Gələcək zamana doğru deyir ki, xüsusilə deyərdim ki, özünüzü belə hiss edə bilərsiniz ki, mən buna mülayiqəm, mənim dəyərim budumu, mən həqiqətən bu qədərinə mülayiqəm. Bunu tez-tez sorğulayacaqsınız. Və xüsusilə sizin sevgi həyatınız, münasibətləriniz, ailə həyatınız çox qısqanılır. Kimsə elə bil sizin münasibətinizdə baxır, deyir ki, xeyr ola, bu niyə bu qədər xoşbəxt olmalıdır? Xeyr ola, bu niyə bu qədər? Və siz qucaqlaşanda belə, siz həyat yoldaşınıza şəkli qoyanda belə, siz həyat yoldaşınızı sevəndə belə, o kiməsə qıcıq yaradır. Xeyr ola ki, o belə olmalıdır. Və belə bir şeylər var. Ola bilər, yaxın bir zaman içərisində siz həyat yoldaşınızla və yaxud da həyat yoldaşınız yanında başqa biriləri belə bir toplu bir şəkildə harasa gedə bilərsiniz, gəzməyə gedə bilərsiniz. Uzaqlaşma var, biraz məsafələr var, yolculuqlar var. Xüsusilə də bir irəliləmə var kişi yardımı ilə. Bəyisizsə, bu sizin özünüz ola bilərsiniz. Evlə bağlı yenilənmələr ola bilər, harasa gəzməyə gedə bilərsiniz, vəzifə artımı ola bilər. Ola bilər ki, biraz ümumiyyətlə istirahətə çəkilmək, istirahətə getmək, biraz geridə buraxmaq, biraz rahatlamaq, daha güclənmək, gündəminizdə bunlar olacaq. Çünki araba kartı imperatorla gəldi. Fürsətləri dəyərləndirmək, həqiqətən də güclü enerjilərdə özünüzü hiss eləyəcəksiniz. Başqa nələr olacaq sizin üçün? Göstər mənə hadisələri. Ola bilər ki, xüsusilə də hal-hazırda, bir dəqiqə deyəcəm sizə. Bəlkə keçmişdə sizə haqsızlıq edən insanlar var idi. Sizə şər atdılar, sizi üstünüzə gəldilər, sizi incitdilər, sizi belə deyək də. Və bu adamların enerjisini bu aralar hiss eləyəcəksiniz. Onlar sizə addım atmaq istəyəcəklər, yol göstərmək istəyəcəklər və ya da siz özünüz hiss eləyəcəksiniz. Onlar kimlər idi ümumiyyətlə? Kimlər idi o arxa planda işləyənlər? Onlar sizin yolunuzu bağlayırdılar, onlar danışırdılar, siz bilirsiniz. Siz bunları öyrənəcəksiniz bu yaxın zaman içərisində. Amma daha çox gündəminizdə nə olacaq? Öz işinizi qurmaq, öz pulunuzu qazanmaq, maddi olaraq daha yüksəlmək, intuisiyaların güclənməsi, maddi daha nəsə bir əməkdaşlığa başlaya bilərsiniz, nəsə bir işə başlaya bilərsiniz, nəsə belə bir şeylərə başlayacaqsınız. Bağlı qapılarla bağlı nə olacaq? Bilirsiniz necədir? Deyir, hal-hazırda sənin əlində qılıncın var, düşmənlərin də önündə olmuş ola bilər hətta. Amma deyir, sən kiminlə deyir, müharibə aparmalısan? Hələ tam olaraq onu bilmirsən. Elə bir sənin üçün həyat labirintdir. Sən əlinə alırsan qılıncı və deyirsən ki, mən gedəcəm, yolumu açacağam. Amma sənin deyir, yolun düzgündür. Yəni, sən düzgün adamlar
Məsəl üçün düşünürsən ki, tutaq ki, Aysel sən, məsəl üçün deyirəm, bir qız var, adı Ayseldir, tutaq ki, o sənin üçün düşməndir. Amma sənin düşmənin, məsələn, Aysel deyir, Ləmandır, məsələn. Sən Aysellə savaşırsan, düşürsən, labirintdə qalırsan, Ləman qalır burada, Ləman burada işini görür. Baxın, belə bir şeylər ola bilər. Yəni, ümumiyyətlə, düzgün insandan bəlkə də şübhələnmirsən. Özünü labirintə salırsan, özünü aldadırsan, özünə yalan danışırsan, özünü daha da, belə deyək də, tupikə salırsan. Başqa nələr gözlənilir? Xüsusilə də dediyim kimi, əgər sən hal-hazırda bugünkü dönəmdə yaxşı olardı ki, ancaq özünə baxasan, işinlə məşğul olasan, çünki iş, pul mövzuları sənin üçün yaxşı olacaq. Sən sadəcə və sadəcə çalışasan ki, rahat hiss eləyəsən, rahat olasan, yəni bədənin ümumiyyətlə rahatlasın. Bu dəqiqə nəyəsə qərar vermə, filan pisdir, filan kəs yaxşıdır, filan kəs pisdir, filan kəsdən ayrılacağım, filan kəsdən bitirəcəm və s. Parlamağa tələsmə, yəni ki, bu dəqiqə dururam ayağa, bunu dağıdıram, bunu belə eləyirəm, buna tələsmə, biraz sakitləş, biraz gözlə. Bax, görürsünüz, oğlan gözləyir səbirsizlə. İçəridə uşaq doğulur, o da gözləyir. Bir hal-hazırda sənin üçün çətin ola bilər, sən gözləməli ola bilərsən, gözlə. Gözlə, çünki günəş çıxacaq. Başqa nə olacaq? Başqa nə gözləyirəm bu insanı? Övlad ola bilər, sevincini yaşaya bilərsiniz övladla bağlı, amma baxın, xüsusilə də ailəli olanlar üzərinizdəki bu negativi təmizlətdirin. Çünki çox bu aralar deyir ki, gözdə nəzərdəsiz və başınıza pis nəsə gələ bilər. Və bu zaman siz deyirsiniz ki, niyə belə oldu? Biraz negativləriniz var, bunları təmizlətdirmək lazımdır. Daha çox nəzir verin, daha çox belə deyək də, daha çox yaxşılıq edin. Təzə işə girə bilərsiniz, təzə bir işə başlaya bilərsiniz. Yəni, burada işlə bağlı, özgüvənlə bağlı problem yoxdur, amma ailənizlə bağlı problemlər var. O da niyə görədir? Çünki ağırlıq var üzərinizdə. Ağırlıq var üzərinizdə və davamlı sizə yenə problemlər yaşayırsınız. Güya sizə kömək edirlər, amma eləmirlər. Güya sizin yanınızdadılar, amma deyirlər. Aydın oldu mu? Yəni, davamlı sizdən fədakarlıq tələb edirlər sadəcə. Gücünüzü göstərə bilmirsiniz. Balanslı davrana bilmirsiniz ona görə də. Gözləmədə qalırsınız. Yəni, belə. İkinci dəstə negativlərinizi təmizlətdirin. Ailəvizdən, belə deyək, müğayyət olun. Ağırlıqlarınızı təmizlətdirin. Tamam mı? Qalan hər şey qaydasında olacaq. Maddiyyatla bağlı, işlə bağlı problem yoxdur, amma sevgi münasibətlərlə, ailə ilə bağlı müəyyən problemlər ola bilər. Bax, belə əzlərim, özünüzə yaxşı baxın.